Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. İbn Qayyim burada çox incə bir məqama toxunur. فَاِنْ لَمْ يَكُنْ فَوْقَهَا مِهْنَ فِي الْبَدَنِ وَالْمَالِ. Hesab eləsək ki, elə bir müsibət gəlib ki sənə, mal və bədən baxımından, ondan o yana yoxdur. Ən axırıncı gəlib sənə. Bu, necə ola bilər bu nemət olsun, qardaşlar? Ən axırıncı bir müsibət gəlib sənə. Bütün malın əldən gedib, var dövlətin. Bütün bədənin məruz qalıb, yəni sınıq-sınıq olub, misal üçün. İbn Qayyim buyurur ki, rahimehullah, فَلْيَنْظُرْ إِلَى سَلَامَةِ دِينِهِ. Bax, deyir, dinimin salamat olmasına. Dinin salamatdırsa hələm üzərində, yəni hələ hidayət neməti səndə qalıbsa, böyük nemət içindəsən, deyir. Yəni, hər şeyin getsə də əldən, qardaşlar, dinin qalıbsa üzərində, böyük nemət içindəsən. Aydın oldu məna? Və təvhid və təvhidi və sənin təvhidin. Yəni, sən tək Allah'a ibadət edirsənsə, təvhidin varsa üzərində, nəyin də olmasa, qardaşlar, tək də qalsan və nəyə məruz qalsan bu dünyada, deməli, sən ən böyük nemət səndə də hələm. Səndə ən böyük nemət də hələm. وَأَنَّ كُلَّ مُصِيبَةٍ دُونَ مُصِيبَةِ الدِّينِ فَحَيِّنَ. Din müsibətindən başqa olan müsibətlərin hamısı yüngüldür, qardaşlar, deyir. Din müsibətindən başqa olan müsibətlərin hamısı, din müsibəti, yəni dinivin əldən getməsi. Bu da həqiqi müsibət insana. Ona görə şeyxlərdən biri danışır, rahimehullah, zikr edir kitablarında, deyir, bir müsəlmanın mömini atırlar zindan həbsə. Səhv etmirəmsə danışmışam dərslərdə. Və incidirlər orada. Və yoldaşları gəlir görüşməyə bunlar və deyirlər, səbr elə. Bu orada olan əziyyətləri danışır və yoldaşları deyirlər, səbr elə. Səbr elə, səbr elə. Və elə olur ki, həmin bu mömini bu zindanda həbsdə ayağını bağlayırlar məcusinin ayağına. Kəndirdən, iplə, bir yerdə. Və bu da məcusi gedər ayaq yoluna ehtiyacını ödəmək. Bu da bunun yanındadır. Müsibət. Və bu ehtiyacını ödəməyə gedəndə bu da bunun yanındadır. Ələ salırlar. Və gəlib yoldaşları deyir, səbr elə. Deyir, bundan o yana hara səbr eləyim? Deyir, səbr elə ki, dinin səndə də hələ. Yəni, sən məcusi olmamısan, tövhid əhlisin sən. Yəni, buna səbr elə. Yəni, buna görə şükür et. Yəni, həqiqi müsibət, qardaşlar, onlar deyil. Həqiqi müsibət insanın dinini itirməsidir. Allah qorusun, dinin getsə, həqiqi həlak olan sənsən yer üzündə. Müsibətə məruz olan sənsən. Vallahi, nəyin olsa da belə. Nəyin olsa da belə. Dünyadan hər şeyin var. Dünyadan hər şeyin var. Lakin dinin yoxdur. Sən əbədiyyən cəhənnəmliysən, əbədiyyən. Ona görə həqiqi nemət də dinin olmasıdır səndə. Nə qədər ki, qardaşlar, salamat qalmısan dinivə, dünya problemləri çox rahatdır, qardaşlar. Dünya problemlərinə görə sıxılmağa dəyməz. Mən nəsiyyət edirəm ilk növbədə özümə, sonra hər birinizə ki, nə vadə dünya problemlərinə görə sıxılasınız. Həqiqi sıxılmaq din üçün olmalıdır. Allah üçün. Allahın dinində nəsə itirəndə həqiqi sıxılmağa layiq, yəni tərifə layiq odur. Və həqiqi müsibət dinin itməsidir.